Savaş olacaqsa, mən düşünürəm ki, burada Rusiya və Çin bacardıqları qədər dəstək verəcəklər, silah-sursat dəstəyi verəcəklər, amma birbaşa döyüşün tərəfi olmayacaqlar. Amma açıq İsrail yəqin ki, birmənalı Amerika ilə tərəf olacaq və savaşda iştirak edəcək. Türkiyə təbii ki, Amerika ilə NATO ortağıdır, amma Türkiyə də düşünürəm ki, savaşa qatılmayacaq. Körfəz ölkələri də artıq bəyan ediblər ki, savaşa qatılmayacaq. Ümumiyyətlə, region ölkələri bu savaşda iştirak etmək istəmirlər, çünki İranın həqiqətən çoxlu sayda raketləri var. Hətta indi orada 4000-ə qədər, bəzən daha çox sayda hipersonik raketlərin bir olması deyilir. Yəni bu balistik raketlər var. Və bunların da demək olar ki, dağıdıcı gücü kifayət qədərdir. Yəni bu İsrail onu Hayfada, sonra Təl-Əvivdə o raketlərdən bir neçəsini İran tətbiq elədi. Onlar son dərəcə böyük dağıdıcı gücləri vardı. Bunu dünya simi göstərmədi. Amma bəzi kanallarla bu görsəndi. Hətta orada zəlzələ effekti yaradan belə güclü silahlar, raketlər var. İndi İranın həddindən çox bilirik dronları var. Olduqca çoxlu sayda, yəni hardasa bir 10 minlərlə dron depolandığı deyilir. Yəni mümkündür ki, onlar da əgər döyüş başlayarsa istifadə olunsun. Üstəlik, mümkündür ki, İran digər ölkələrin ərazilərində, yəni o proksilər olan ərazilərə də müəyyən qədər silah-sursat daşıyıb, yığıb. Yəni həmin anda elə bil hamı İrana, diqqəti İrana yönələndə qıraqdan o ərazilərdən, xüsusilə Yəməndən, Livandan İranın hücum edəcəyi, raketlərdən istifadə edəcəyi ehtimalı təhlükəsi var. Amerikanlar yəni bunu nəzərə alırlar. Məncə indi bu danışıqların uzanması, bir qədər o müharibə ritorikasının diplomatik ritorikaya keçməsinin səbəbi budur ki, hətta indi İranın dənizaltıları var, nəm karterləri var, müxtəlif gəmiləri var. Yəni mümkündür ki, İran da bir formada zərər vursun. Yəni güc nisbəti eyni deyil. Aydın məsələdir ki, Amerika güclüdür. Dəfələrlə güclüdür. İsrail də qarışacaqsa prosesə çox güclüdür və region dövlətləri düzdür, qarışmayacaqlar, amma bu demək deyil ki, o prosesin hansısa dönəmində, xüsusilə əgər sabah İran bu ərazilərə raket atarsa, o halda o dövlətlərin də münasibəti dəyişə bilər. Yəni onların da həm də prosesdən asılı olaraq, yəni mümkündür ki, görsələr ki, artıq Amerika güc gəlir, vəziyyət dəyişib, qoşula bilərlər. Yəni mən bunu da istisna eləmirəm. Amma bütün hallarda məncə İran bu savaşdan qaçmağa çəkinir. İranın bütün bu... Qaçmağa çəkinir, yoxsa çalışır? Çalışır. Sizin niyə potensialım o qədər deyil, yoxsa o axırıncı 12 günlük savaşdan mı bir travması qalıb? Çünki fərqində... Zaten bunlar bilirlər. İran öz gücünü də bilir, Amerikanın da gücünü. Nə qədər onlar belə hərbə zorba gəlsələr də, nə bilim, təhdidlər yağdırsalar da, İran öz gücünü bilir. Amerika ilə onun gücü təbii ki, eşit deyil. Amerika dəfələrlə güclüdür. Amerika nəinki bu gün İrandan, hətta ki, Rusiya belə mən düşünürəm ki, sabah açıq şəkildə Amerikanın qarşısına çıxmaq istəmir. Bu bəllidir. Çin özü belə Amerika ilə bir üz-üzə gəlmək istəmir. Düzdür, Amerikanın başqa sorunları da var. Ona görə də bütün o hərbi qüvvələrini, donanmalarını oraya gətirmir. Amma gətirə bilər. Yəni orada onun gücü, əgər müharibə başlayarsa, o daha böyük güc gətirə bilər, daha çoxlu gəmilər gətirə bilər və bu deməkdir ki, ümumiyyətlə istəsə belə deyil, İranı yerlə yeksan eləyər. Bunların qorxusu odur ki, İran qarşılıq verəcək. İran nələr edəcək? Xüsusilə İsrail, bölgə dövlətləri, region dövlətləri, Amerikanın regiondakı o deyək ki, hərbi bazaları, bunları nə qədər etibarlı qoruya biləcəklər. Hətta təyyarə daşıyan gəmini belə İranlılar təhdid edirlər. Çünki Qırmızı dənizdə Husilər bir dəfə vurdular, Amerikanın gəmilərindən birini vurdular. Hətta İranın müdaxiləsi ilə, razılığı ilə sonra o gəmini oradan apardılar, nə bilim, təmirə və s. Yəni, hər halda anlaşılan odur ki, İran deyir ki, məni dağıda bilərsiniz, məhv eləyə bilərsiniz, amma mən də sizə bacardığım qədər ağır zərbə verəcəm, vuracam.